Çempionlar Liqasının play-off mərhələsi bizim üçün çox vacibdir. Bunu illərdir görürük. Çünki Azərbaycan klubları bildiyiniz kimi çempion olduqları halda da təsdifatlardan başlayır Çempionlar Liqasına mübarizəyə və play-off mərhələsi artıq o deməkdir ki, bizim ölkəmizdə Çempionlar Liqasının himni yenidən səsləndiriləcək. Ötən mövsümdən sonra bu ildə bildiyiniz kimi play-offlarda himn səsləndirilir və Sabahın debüt mövsümündə bu qədər uğurlu çıxış edib play-off mərhələsinə qədər gəlməyi açığı bizə həm təəccübləndirdi, həm də çox sevindirdi və nəhayət ki, uzun illərdən sonra Qarabağ və Qəbələnin o tandemindən iki klubla Avropa gedəndən sonra nəhayət ki, yenə bir şansımız yaranıb ki, iki komanda ilə təmsil olunur Avropada və çox yaxşı bir fürsət də var əslində. İndi Qarabağla bağlı Qarabağ günündə danışılacaq deyiləcək. Qarabağın Konferans Liqasının liqa mərhələsində vəsiqə qazanması da bizə həm ölkə xalq cəhətdən, həm futbolumuzun inkişaf cəhətdən çox önəmli olacaq ki, oradan xallar yığıb müəyyən qədər irəli gedə biləcək. Sabahın özü də bəzən azarkeşlər də deyir ki, Avropa Liqasının liqa mərhələsində getsə daha yaxşı olar, Sabah üçün xal toplayar, mərhələ keçə bilər. Amma Çempionlar Liqasının adı belə bəsdir. Yəni o vitrində iştirak eləməyə, yəni heç bir xal yığmasa belə aşkar outsider olaraq qatılacaq yeni qatılan komandalardan əgər Sabah olsa, yeri gəlmişkən Hapoel də. Yəni bu iki bütün qaliblərindən kim Çempionlar Liqasına çıxsa ilk dəfə iştirak eləmiş olacaq və orada iştirak eləmək belə özü böyük bir nəticədir. Sabah kimi gənc bir klub üçün gələcək üçün böyük təcrübədir, oyunçular üçün böyük təcrübədir və artıq Sabah yeni transferləri gələn mövsümlərdə oyunçular da girirlər, klub haqqında araşdırırlar, baxırlar və Çempionlar Liqasında oynamış bir klubla müqavilə bağlamağa daha yaxın olurlar. Üstəlik maliyyə cəhətdən də çox önəmlidir bu Sabah üçün böyük pullar var. Avroliqada Konferans Liqasının finalına qədər belə deyim açıqdır ki, gəlib çatmağa verilən məbləğ Çempionlar Liqasının necə deyirlər ayaqbastı puludur, yəni sadəcə iştirak eləmək puludur. Avroliqanda yarım finalına 4-1-ə qədər gələndə yığacağım ümumi pullardan daha çox Çempionlar Liqası. Yəni həm maliyyə cəhətdən, həm tanınma cəhətdən, həm təcrübə cəhətdən Çempionlar Liqası bizim üçün çox vacibdir və Sabah bunun astanasındadır. Rəqib də kifayət qədər məncə Sabah üçün əlverişli rəqibdir.